Gücün kölgəsindəki həqiqət. Machiavelli realizminə İslami baxış. Siyasətin iki üzü. Bugün siyasət və hakimiyyət dedikdə ağlımıza gələn ilk adlardan biri şübhəsiz ki Niccolo Machiavellidir. Onun 16-cı əsrdə qələmə aldığı Hökmdar əsəri müasir siyasət elminin İncili hesab olunur. Machiavelli bizə deyir ki, uğurlu bir rəhbər olmaq üçün əxlaqı kənara qoymalı, həm aslan, həm də tülkü olmağı bacarmalısan. Onun məqsəd vasitəni mübah qılır prinsipi bu gün də beynəlxalq münasibətlərin və daxili siyasətin gizli düsturu kimi qəbul edilir. Lakin sual olunur, Machiavellinin bu soyuqqanlı realizmi həqiqətənmi siyasi müdrikliyin zirvəsidir? Yoxsa bu, insan təbiətinin və dövlətçiliyin yalnız qaranlıq bir küncünə işıq tutur? Şərqin və İslam dünyasının Əbu Nəsir Əl-Fərabi, İmam Qəzali, Əl-Maverdi və İbn Xaldun kimi dühaları hakimiyyəti tamam başqa bir təməl üzərində, ədalət üzərində inşa edirdilər. Bu videoda biz müasir dövrdə böyük rəğbət görən Machiavelli düşüncələrini İslam siyasi fəlsəfəsinin süzgəcindən keçirəcək və bu güc oyunlarının arxasındakı əxlaqi boşluğu ifşa edəcək. İnsan təbiəti, vəhşi heyvan, yoxsa xəlifə? Machiavellinin bütün fəlsəfəsi bir təməl inanca söykənir. İnsan təbiəti etibarilə nankordur, dəyişkəndir, yalançıdır və qorxaqdır. Ona görə də hökmdar xeyirxahlıqdan çox qorxu üzərində hakimiyyət qurmalıdır. Çünki insanlar sevdiklərinə yox, qorxduqlarına daha sadiq qalırlar. İslam düşüncə tarixi isə insana bu qədər ümidsiz baxmır. Bəli, insanda heyvani instinktlər və qəzəb hissi var. Lakin o, həm də yer üzünün xəlifəsi və ağıl sahibidir. İbn Xaldunun vurğuladığı kimi, bədəvi cəmiyyətlərdən mədəniyyətə, ümrana keçid, insanın vəhşiliyini ədalət və din vasitəsilə cilalaması ilə mümkündür. Machiavelli hökmdara insanı bir heyvan kimi idarə etməyi öyrədərkən, İslam mütəfəkkirləri, məsələn Maverdi, hökmdarı bir çoban kimi görür və onun əsas vəzifəsinin xalqın həm bu dünyasını, həm də axirətini islah etmək olduğunu bildirir. Machiavellinin qorxu strategiyası müvəqqəti sabitlik gətirsə də, İslami fəlsəfəyə görə əsl heybət qorxu ilə deyil, ədalət və şəfqətin vəhdəti ilə yaranır. Məqsəd vasitəni mübah qılırmı? Machiavelli üçün dövlətin varlığını qorumaq ən ali məqsəddir və bu yolda yalan danışmaq, əhdə vəfasızlıq etmək və hətta qəddarlıq nümayiş etdirmək təqdirə layiqdir. Onun fikrincə, hökmdar dindar görünməli, lakin lazım gəldikdə dinin bütün qaydalarını tapdalamalıdır. İslam siyasətnamələrində isə məqsəd və vasitə bir-birindən ayrıla bilməz. Turtuşinin Siracül Müluk əsərində qeyd edildiyi kimi, zülmlə qazanılan zəfər əslində məğlubiyyətdir. İslam fəlsəfəsində siyasət müstəqil bir sahə deyil, əxlaqın bir qoludur. Machiavelli tülkü kimi hiləgər olmağı məsləhət görsə də, İslami ənənə hökmdardan sidq, doğruluq və əmanət, etibarlılıq gözləyir. Maverdi açıqca bildirir ki, dinin prinsiplərini siyasi manipulyasiya alətinə çevirən hökmdar öz hakimiyyətinin mənəvi təməlini məhv edir. Machiavellinin uğurlu hesab etdiyi Sezar Borgia kimi qəddar fiqurlar İslam mütəfəkkirləri üçün sadəcə tağut və ya müstəbid tiran nümunələrdir. Ədalət dairəsi, gücün mənbəyi. Machiavelli gücü orduda və maddi imkanlarda görürdü. O, dinin yalnız xalqı itaətdə saxlamaq üçün bir alət olduğunu düşünürdü. Lakin İslami təfəkkürdə ədalət dairəsi adlanan bir konsepsiya var. Dünya bir bağdır, divarı dövlətdir. Dövlət bir hökmdardır, qanunla yaşayır. Qanun bir siyasətdir, ordu ilə qurulur. Ordu mal dövlətlə toplanır. Mal dövlət xalqla qazanılır. Xalqı dövlətə bağlayan isə yalnız ədalətdir. Bu dairədə ədalət hər şeyin mərkəzindədir. Machiavelli isə bu dairəni qıraraq ordunu və malı ədalətdən üstün tutur. Maverdi və İmam Qəzali xəbərdarlıq edirlər ki, ədalətsiz toplanan vergi və ya ədalətsiz qurulan ordu dövlətin sonunu gətirər. İbn Xaldun bu prosesi əsəbiyyənin zəifləməsi və dövlətin yaşlanması kimi izah edir. Machiavellinin sadəcə güc kimi gördüyü şey İslami baxışda bir əmanətdir. Və bu əmanətin sahibi hökmdar deyil, Allahdır. Müharibə fəlsəfəsi, realizm yoxsa ədalətli savaş. Machiavelli üçün müharibə hökmdarın əsas sənətidir
və o hər zaman müharibəyə hazır olmalıdır. Onun dünyasında müharibə bir genişlənmə və güc nümayişi vasitəsidir. İslam fəlsəfəsində isə müharibəyə baxış adil savaş, cihad anlayışı ilə tənzimlənir. Fərabi və digər filosoflar vurğulayırlar ki, müharibə yalnız zərurət olduqda sülhün və ədalətin bərpası üçün son çarə kimi istifadə edilməlidir. Machiavellinin fərq qoymadığı mülki əhali, qadınlar və uşaqlar İslamın savaş hüququnda qəti şəkildə qorunur. Machiavellinin realizmi müharibəni vəhşətə çevirdiyi halda, İslami fikir onu əxlaqi çərçivəyə salaraq savaşın da bir əxlaqı var deyir. Nəticə, Machiavelli yanılırmı? Machiavelli siyasəti dindən və əxlaqdan ayıraraq bizə olanın, reallığın şəklini çəkir. Lakin o bir şeyi unutdu. İnsan yalnız maddi ehtiyaclar və qorxu ilə yaşayan bir varlıq deyil. Bir dövləti ayarda tutan şey sadəcə qorxu və hiylə olsaydı, tarixin ən böyük imperiyaları zülmlə əbədi yaşayardı. İslami siyasi təfəkkür bizə öyrədir ki, Machiavellinin virtu, fərdi bacarıq adlandırdığı şey, ədalət və hikmətlə birləşmədikdə, sadəcə bir zorakılıq alətinə çevrilir. Machiavellinin hökümdarı öz xalqından gizlənən bir tülkü olduğu halda, İslamın hökümdarı xalqının dərdini öz dərdi bilən, bir günlük ədaləti 60 illik ibadətdən üstün tutan bir xidmətçidir. Son olaraq deyə bilərəm ki, müasir dünyanın Machiavelli fəlsəfəsinə bu qədər rəğbət bəsləməsi bəlkə də yaşadığımız dövrün mənəvi böhranından xəbər verir. Lakin Maværdinin də dediyi kimi, dövlətin ömrü ədalətlə uzanır, zülmlə isə nə qədər güclü olsa da qısalır. Əsl siyasi realizm gücü əxlaqa tabe etməyi bacarmaqdır. Çünki əxlaqsız güc yalnız özünü məhv edən bir qaranlıqdır.